Hətta özümə qəsd elədim, yenə Allah qoymadı. Atanızın aşıq olmasına baxmayaraq qardaşınız səhnəyə çıxmağa icazə vermirdi. Sonra nə baş verdi ki, qardaşınız icazə verdi? Bəs indi qardaşınız nə deyir? Mən olmasam o da olmaz. Lap belə, hə? Hə, əlbəttə. Yəni bu maddi Hər tərəf. Onların hər birinin arxasında mən dayanmışım. İlham Quliyeva Nasbəri xanıma efirlərə çıxmağa qadağa qoymuşdu. Bir müğənni digər müğənniyə efirə çıxmağı necə qadağa qoya bilər ki? Vaxt oldu ki, məndən üzr istədi. Bax, bu məni yaşanır. İlhamə xanımın tacı mənim hətta başıma qoydu. Düzdür, onu mən heç vaxt qəbul eləmərəm. Baş sponsor Unibank. Xüsusi sponsorlar Soundtride, Azərbaycanın kolası Buz Kola, Linux Forte, Zira Olives, Bay Hollywood. Salam əziz Xəzər TV və Zarafat bir yananın tamaşaçıları. Biz zarafatı bir yana qoymağa hazırıq. Çünki həmişə zarafat eləmək bizim işimiz deyil. Həmçinin bizim işimiz səmimi ortam yaratmaqdır. Bəli, bugünkü ziyafətimiz sizə də xoş olacaq. Çünki bu gün elə bir qonağımız var ki, siz o qonağa baxıb ziyafətdən zövq alacaqsınız. Beləliklə, Unibankın baş sponsorluğu ilə Zarafat bir yana başladı! Bugünkü qonağımız elə bir qonaqdır ki, ona baxmaqdan, saatlarla qulaq asmaqdan, mahnılarını dinləməkdən doymayacaqsınız. Musiqilərini illərdir dilimizdə zümzümə eləyirik. Respublikanın xalq artisti, gözəl səsli, səhnəmizin gözəllik simvolu olan Nasbəri xanım Dostəliyeva gəlir. Nasbəri xanım, xoş gəlmişsiniz. Xoş gördük, xoş gördük, xoş gördük. Həmişə siz gələsiniz. Hər birinizi salamlayıram ürəkdən, qəlbdən, səmimiyyətimlə. Çox xoş gördük. Xoşbəxt olun, əzizlərim. var olasınız. Gəncləri görürəm, ürəyim açılır. Nasbəri xanım, Aha. bu gözəlliyin sirri nədir? Xahiş edirəm. Ay, çox Mənə sağ olun. konkret cavab verin, xahiş edirəm. Çox sağ olun. İndi gözəlliklərin sirləri çoxdur. Amma mən tam səmimi deyəcəm. Mən idmanla məşğul oluram. İdman. Bəli, diyeta filan. Hərdən diyetada oluram, hərdən olmuram. Yəni o elə həmişəlik deyil, yəni regularlı deyil məndə. Bəzən məşğul oluram diyeta ilə, bəzən də yox. Yox, yəni idman belə Amma gözəlləşdirir. idman hər bir xanım üçün çox vacibdir. Mən özüm məsəl vaxt pilatesə gedirəm. Məndəsə dəyişiklik yoxdur, hə Canan? Var. Pilatesin bir o qədər kömək yox. Köməyi yox. Pilates tənbəllər üçün. Görürsən Əli xanım? Bildiyim qədər pilatesa qadınlar daha çox gedir Hə, və Nicat. Mən ola bilər də. Maraqlıdır. 10 nəfər xanım qadınsın. Mən bilmirəm, sən nə eləmək istəyirsən, Nicat? Məqsədin nədir, niyə pilatesa gedirsən? Ya, mən əslində ora topa görə gedirəm. Orada yekə bir top var. Aydındır. Mən istəyirdim sizə verilişimizin qayda qanunu ilə mütləq. tanış eləyim. Bizim burada tamaşaçılarımız var. Onların sizə sualları olacaq. Siz onlara cavablar verəcəksiniz, cavablandıracaqsınız və verilişin sonunda, qonaqlar qərar verəcək ki, Nasbəri xanım səmimi idi yoxsa qeyri-səmimi idi? Səmimi idisə, Artıq onlar özləri hiss eləyəcək. səmimi idisə göy işarələri qaldırırlar. Qeyri-səmimi idisə qırmızı işarələri. Qırmızı işarələr çox olsa, bütün masaların hesabını siz verirsiniz. Masanın hesabı problem deyil, o qeyri-səmimilik problemdir. Əli xanım görürsən, hesab vermək problem deyil. Orada gələcək. Göy işarələr çox olsa, biz ödəyirik Nicatla. Öz salam. Aydın. Və bizim verilişdə əsas nədir? Qara qutu. O qara qutu bizim qonağımıza aid olan, orada əşya da ola bilər, foto da ola bilər. Xahiş edirəm o qara qutunu alqışlarla gətirək. Bəli.
əmanət edirəm sizə bu qara qutunu, çox xahiş edirəm. Bu verilişin sonunda Hələ açacaq. açılmır. Heç kim baxmasın. Nasibə xanım, sizin ilk səhnəyə çıxışınız 38 yaşınızda olubdu. Ancaq uşaqdan sənətlə məşğulsunuz. Atanızın aşıq olmasına baxmayaraq qardaşınız səhnəyə çıxmağa icazə vermirdi. Sonra nə baş verdi ki, qardaşınız icazə verdi və bir də qardaşınız indimi narazıdır? Yox, artıq qardaşım çox böyük səhvə yol verdiyin başa düşüb və təslim olub. O boyda kütlənin qarşısını ala bilməz Nasibə xanım qardaşı, bu sevənlərin qarşısını ala bilməz məncə. Bilirsinizmi necə idi məsələn? Misal üçün o dövrdə, o vaxtı biraz cahillik filan bu şeylər var idi. Qızların səhnəyə çıxmağı ayıbdır, ola bilməz və bu baxışla mənim qardaşım mənə deyirdi, sən olmaz da, mümkün deyil. Sən mən icazə verməyəcəm. Atam istəmirdi nəysə söz-söhbət olsun. Düzdür, deyirdi, evlad mənimdir, o istəsə gələcəkdə oxuya da bilər, səhnəyə də çıxa bilər. Amma bütün bunlara baxmayaraq, əlbəttə ki, gizlində də necə qorxurdum, axı, öldürürdü məni ki, olmaz. Və mənə deyirdi, əgər papa bilsə, ona görə susurdum, qorxudan. Biz qız uşaqları həmişə qorxaq olmuşuq. Qardaşınız neçə yaş böyük idi? Mənim qardaşım çox yox, 7-8 yaş məndən böyük idi. 8 yaş. Hə, 8 yaş məndən böyük idi. Amma buradan hər bir qardaşa, yoldaşa, ataya, kişi cinsinə müraciətim odur ki, qadınlara əl qaldırmaq olmaz. Qadınlara əl qaldırmaq Amma olmaz. onlara bizi döymək olar. Qardaşım icazə vermirdi, istəmirdi. Amma mən orta məktəbdə ikən bir qəfəsdə çırpınan quş kimi, inanın ki, çırpınırdım. Ürəyim partlayırdı. Mən televizorda konsertə baxırdım. Bir müğənni mahnını düz oxumayanda deyirdim, yox, bu mahnını düz oxumur. Elə yox, belə oxumaq lazımdır. Hələ orta məktəbdə oxuyurdum. Orta məktəbdə ikən mənim bacım amma toylara gedirdi. Elə oldu ki, mənim bacım bir toya getməli idi. Onu qastrol səfərinə göndərdilər. Mən bacım İncəsənət Universitetində oxurdu. O məndən böyük idi və qardaşım ona heç nə demirdi. Eyni zamanda ailəli idi. Beh aldığı toy ki var, o toya getmək lazımdır da. Artıq bugündür. Başqa bir oxuyana da mümkün deyil müraciət eləmək. Onda atam məcburiyyət qarşısında qaldı. Toy sahibinə dedi, aparın bu qızı. Narahat olmayın toydan. Nasbəri sizin toyunuzu çox gözəl yola verəcək. Biraz toy sahibi dedi, yox, bu uşaqdır, nə oxuyacaq, balaca qızdır filan. Atam dedi, narahat olun. Dedi, aparın baxarsınız. Və mən o toyda elə bir toy havası yaratdım ki, inanın ki, o toyda artıq bütün demək olar ki, o xanım ki var idi, qarmon çalan qadın toyları idi. O toyda o qarmon çalanın bütün spesiki də oldu ki, mənim də toyuma bu qızı gətir, mənim də toyuma bu qız. Hansı ki, ev sahibi razı değildi. Nəysə belə mən artıq toylara gedirdim. Qadınlardan ibarət olan. Ancaq Bakı kəndlərinə, regionlara gizli-gizli qardaşım bilməsin. Çünki o vaxtlar qardaşım 2 ildə əskər getdi, gəldi. Əskər getdiyi zaman Boşluq yarandı. Boşluq yarandı. Mən İncəsənət Universitetində bitirdim məktəbi, İncəsənət Universitetinə qəbul oldum. O gələn kimi tamam, elə sənədlərim də orada qaldı. Gəldim, atam da bilməsin, atam bilsin sənə öldürərəm. İkiqat dərddir bu, ata bilsə belə, ata... Yox, ata bilməsin. Nəysə, artıq nə toylara getdim, nə universitetə filan, elə də qaldı. Ondan sonra əlbəttə ki, mənim atam gördü ki, mən əziyyət çəkirəm. Dedi, yox, bu qızı mən qoy getsin ailəsi olsun, öz ailəsi olsun ki, onu idarə eləsin. Artıq qardaşının ixtiyarı olmasın. Ailəlik məsələsinə gələndə ailəm oldu, 50 balam dünyaya gəldi, Əkbərim dünyaya gəldi və evdar bir xanım oldu. Və çox gözəl bir ailəm var idi. Və illər keçdi, mənim Əkbər oğlum Pöhrə 95 müsabiqəsində çıxış eləməli oldu. Əkbər birinci yeri qazandı, laureat oldu. Uşaq sevindi, baxdı, gördü ki, mən ağlayıram. Gəl dedim, amma niyə ağlayırsan? Mən birinci yeri qazanmışam. Sən deyirəm, sevindim, sevincimdən. Amma düşünürdüm ki, mənə bu səhnə qismət olmadısa, sən olsun mənim balam. Heç olmasa sən oxu, mənim ürəyimin arzusu həyata keçsin. Bax, mən bu haqda düşünürdüm. Və Əkbər məni məcbur elədi ki, mama, sən oxumalısan. O gündən uşağın təkidi, hər gün, hətta atası deyirdi, dəli olmuşsan, sən sus, sən belə sözlər danışma, sən nə danışırsan, nə səhnə filan, o yan bu yan olmaz. Əslində, yoldaşım istəyirdi mən
səhnəyə çıxım, mən toylara da gedim. Əgər bu istək varsa, Niyə də həm yox? özümdən, həm xalq tərəfdən, axı niyə də olmasın? Sadəcə olaraq o da qardaşıma görə Hə, yenə də qardaşımdan o qardaş faktoru. istəmirdi. Çünki baxmayaraq ki, ailəm var, yenə gəlirdim. Ailəmə də, mənə də kobud davranırdı, istəmirdi. Bəs indi qardaşınız nə deyir? İndi qardaşım Peşmandır. İndi qardaşım əlbəttə ki, peşmandır. Çünki nə isə mən olmasam, o da olmaz. Hə, lap belə. Hə, əlbəttə. Yəni bu mənim böyük qardaşım idi. Nəysə, gün keçdi. Mən müsabiqədən sonra səhnəyə çıxdım. Əlbəttə ki, yoldaşım əvvəl icazə vermədi, istəmədi. Çünki qardaşım razı değildi. Sonra yoldaşım danışdı ondan. Dedi, nə istəyirsən? Mən istəyirəm, ailəmdir. Özü toylara da apardı, amma qadın məclislərlə. Toylara da getdim filan, o yan bu yan. Sonra çıxdım səhnəyə. Səhnəyə çıxandan sonra elə oldu ki, uşaqların atası dünyasını dəyişdi, mən yeni evə köçdüm. Yenə acınacaqlı həyatım, anam dünyasını dəyişdi, atam dünyasını dəyişdi. Yenə illərlə ancaq 2 övladımla o həyatı mən yaşadım, o çətinlikləri çəkdim və sonda bir dəfə Novruz bayramında mən efirə çıxdım. Qastrol səfərləri başladı. Yenidən İncəsənət Universitetinə qəbul oldum. Magistri bitirdim. Universitetdə dərs verməyə başladım. Sonda qardaşım peşman oldu. Nasbəy xanım, deyirsə qardaşım peşman oldu. Deyirsə mən olmasam olmaz. Yəni bu maddi Hər tərəf. Hər tərəf. Çünki bugün Maddi kömək edirsiniz. Bugün əlbəttə onların hər birinin arxasında mən dayanmışam. Hər birinin. Dağ boyda bacı. İstər onların özlərinin, istər evladlarının, istər nəvələrinin hamısının arxasında dayanmışam. Maşallah Çünki olsun. bir bacı kimi yox, bir böyük kimi hətta onların hamısının dəstəyi, istər maddi, istər mənəvi problemləri, hər şey məndəndir. Əlbəttə. Əlbəttə ki, o gün üçün peşman oldu, bu gün üçün xoşbəxtdir ki, onun Nasbəri kimi bacısı var. Belə. Nasbəy xanım, siz tez-tez səyahət edirsiniz. Hə. Sonuncu dəfə harda olmusunuz? Son illəri çıxmaqla. Harda olmamışam. Qəşəng. Sən bu sual ver. Harda Ay olmamışsınız? maşallah. Növbəti səfərimizə mən istəyərdim ki, sizin yanınızda bizim baş sponsorumuz olan Unibankın kartı olsun. Niyəsində yaxşı. deyəcəm niyə. Nə yaxşı. Zəhmət olmasa kartımız gəlsin. 30'u gedirəm inşallah. Kartınız düşərli olsun. İnşallah. Bu bizim baş sponsorumuz olan Unibankın kartıdır. Mən istəyərdim ki, bu kartı bir dənə kənara qoyun. Bizim elə çox hədiyyəmiz xahiş olacaq edirəm. sizə. Çox Sizə sağ olun. əmanət edirəm bunu. Mən indi qısaca sizə məlumat verərəm bu haqda. Bu kartın ən üstün tərəfləri nədir səyahətdə? 24/7 sizin konsiyerj xidmətiniz var. Bu nədir? Sizin köməkçinizdir. Siz WhatsApp-da, Telegramda yazırsınız ki, mən deməli ayın 30-u, aprelin 30-u. bəli. Aprelin 30-u mən Bakıdan falan yerə uçuram, biletləri atıram. Siz onu eləyəndən sonra, biletin şəkillərini atandan sonra sizdə orada transfer xidməti gələcək. Pulsuz transferdir. Nədir bu xidmət? Gəlir sizi evdən hava limanına kimi bahalı maşınlar var, qara maşınlar. VIP. Bu hələ ən sadə şeydir. Fast track xidməti var ki, sizi növbədə gözlətmədən azad edir. Hamı növbədə duranda siz elə birbaşa keçirsiniz. Lounge key zallarına ödənişsiz girişlərdir. Girirsiniz, internet var, çay var, kofe var, istirahət vizə eləyirsiniz və ən önəmlisi odur ki, aylıq minimal heç bir dövriyyə tələbi yoxdur. Sadəcə bu kartı aldınız, qoydunuz cibinizə, rahat dünyaya səyahət edirsiniz. Çox gözəl. Çox sağ özəlliklər də olsun. demədim. Mən bütün özəlliklərdən danışsam gərək veriliş bitsin. Ona görə ancaq vaciblərini dedim və siz istifadə eləyin, xeyirli olsun və Çox sağ olun. bol-bol səyahətləriniz olsun. İnşallah. Çox sağ olun. Təşəkkürlər Unibank. Təşəkkür ederim Unibank. Bir zamanlar belə bir söhbət var idi ki, İlhamə Quliyeva Nasbəri xanıma efirlərə çıxmağa qadağa qoymuşdu. Mənə maraqlıdır ki, bir müğənni digər müğənniyə efirə çıxmağı necə qadağa qoya bilər ki? Canım mənim, mən əslində Allah rəhmət eləsin. Allah İlhamə rəhmət xanım eləsin, qəni-qəni. dünyasını dəyişəndən bir kəlmə də olsun onun haqqında heç nə deməmişəm. Baxmayaraq ki, çox əziyyətlər verdi mənə. Çox. Deyirsiniz İlhamə qadağa qoydu. İlhamə bir müğənni idi. Qadağa qoyan insan vaxt oldu ki, məndən üzr istədi.
Bax, bu məni yaşadır. Ümumiyyətlə oradan maraqlıdır. Mən görmüşəm, çox yazırlar sosialda falan. Bu söhbət çoxdan sonra. Niyə aranızda problem yaransın? Yəni siz Bilirsən, bir sənətkarsınız toydan elə yarandı bir problem. Fayqağayın toyunda. Doğrudan. Vay Qağayevin toyunda. Toydu, yəni Faiqin toyunda Gülüstan sarayında bilirsiniz. Mən toydaydım. Mən biraz gec gəldim toya. Oradan qaynaqlandı. Mən toydan çıxdım, gəldim Faiqin toyunda mütləq iştirak eləməliydim. Və mikrofon xanımın əlində idi. Biz də oxumuşdu artıq. Sadəcə olaraq mikrofon əlində idi. Mən girdim, gördüm bəyi gəlin oynayır. Mən də başladım bəylə gəlinlə oynamağa. Sözsüz ki, bəyin gəlinin qabağında mən də oynadım. Sonra elə oldu ki, Faiq mikrofonu belə aldı, verdi mənə. Ki, mənim üçün toy qutarır da. Sən necə oxumasan, musiqiçinin hədiyəsi nədir? İfası. Onda mən oxudum, onun xoşuna gəlmədi. O vaxtdan baltalamağa başladı. Bəs necə oldu ki, siz bayaq dediniz ki, çox əziyyətlər verib. Bəs buna rəğmən necə oldu ki, bağışladınız, bağışlaya bildiniz? Yox, mən o dünyasını dəyişəndən sonra bağışladım. Allaha versin cavabı, mənə yox. Nasbər xanım, Bu Allahın qarşısında. Bölükdən birində o tac söhbət olub. Bizdə sizə tac verilib. O İlhamə xanımın İlhamə xanımın öz bacısı. Bacısı. Dedi, sən ki, bu qədər əziyyətləri sənə verdi İlhamə, mən bacım. Onun haqqında hamı danışdı. Nə qədər o sağ idi, heç kim ağzını açmır. Bəli. Amma sən o vaxtı sustun və bugün susursan onun haqqında olanlardan, keçənlərdən heç bir kəlmə də danışmırsan, mən səni bağrıma basıram, öpürəm və sənə minnətdarlığımı bildirirəm. Sağ olsunlar. O tac sizdədir. Və İlhamə xanımın tacı mənim hətta başıma qoydu, düzdür. Onu mən heç vaxt qəbul eləmərəm. Mən taclı kraliçə olmamışam. Mən sevgi yaşayan kraliçəyəm. Bəli. İnsanların, məni sevənlərin sevgisini yaşayan kraliçə hiss eləyirəm özümü. Amma yenə o təkəbbürdən uzaq olsun. Mən o adam deyiləm. O tac heç vaxt o mənim başımda ola bilməzdi. Ola bilməz. Ola bilməz. Yaxşı, Nasbər xanım, o tacı kiməsə verməyi düşünmürsünüz? O mənim Hansısa bir müğənniyə. evimdə bilirsənmi necə? Bir Trofey xatirə kimidir. olaraq. Xatirə olaraq Bir, qalır. bəli, bəli. O mənim ödüllərimin yanında. O mənim kolleksiyalarım var. Məsəl üçün nələr var, nələr var. Onun içində sadəcə olaraq hər zaman xatırlayacağım o acılar var. Bəli. Nasbəri xanım, bir neçə il əvvəl evinizdən 311 min manat dəyərində qızıl zinət əşyası, Zəlil olsun onu götürəni. 15 min dollar, 3 min avro, bir də 2 min funt sterling uğurlanmışdır. Və bu hadisədən sonra hər yerdə yazmağa başladılar ki, baxın görün nə qədər pulu var Nasbəri xanımın. Bəs sizcə 30 il səhnədə olan sənətkarın bu qədər pulu olmağı insanları niyə təəccübləndirir? O nədir ki? Düzdür. Sizcə o bir Nasbəri Dostəliyevin adına yaraşırmı? Bəli. O bir dənə balaca qıraqdaydı. O elə belə. Oğru onu gəldi, bu nədir? Əlixan, bir dəqiqə Biri deyən, başqa sən yerdə bu qaldı. qədər detallı bilirsən nə uğurlanıb. Sənin oğurlarla tanışdığın yoxdur. Dəqiqləşdirmək istəyir ki, başqa nə var idi orada? Verdiyi balaca bir izahat idi. Nasbər xanım, yəni daha çoxsun deməyiblər, daha çox Əlbəttə uğurlanıb. deməyib. Hələ o da Saya yarımçı. bilmirdilər. O da heç. O da heç. Sizə azdır, yox. O var dövlət. Canım mənim. Sizə az. Mən həyatda ən varlı, ən dövlətli adamam. Ona görə ki, məni sevənlərim var. Sizin kimi gənclərim var. Mən 30 ildir, 40 ildir ifa elədiyim mahnıları, bugün o repertuarımı mənim əzbər oxuyan gənclərim var, yeni yetmələrim var. 30 ildir, 40 ildir bir sevgi ilə yaşayan pərəstişkarlarım var. Bəli. Bir sevgi ilə, Nasbəri sevgisi ilə bu günə qədər ailə sahibi olublar, böyüyüblər, hərəsi bir sahədə çalışırlar, yaşad olublar. Yalnız Nasbəri deyən o sevgi var. Onu mən qazanmışam. Məndən dövlətlisi bu dünyada Yox, varmı? yox. Oğru məndən nə O yapar? uğurlar var ha, Nasbər Nə xanım. yaparım? Heç nə. Ən bahalı şeyi götürə bilməyiblər, uğurlayanlar. O da nə? Bizim Sevgi. sənətkarımızın Canım səsini. Bəli. Bəli, o səsdir. Bəli. Ən böyük xəzinə. Ən böyük xəzinədir. Bəli, ən böyük xəzinədir. Bağışlamış olursun.
Doğrudan. Hə, uşaqlara yazdım. görürsünüz. Olub da. Necə uşaq- ürəyə sahibdir Nasbəri xanım. Hətta Daha bu sözdən onun sonra gəlib oğurluğa qarşılığında girməyib, biraz da bağışlayın. xoşa gəlməz sözlər eşitdim. Niyə evinə oğurluq eləyən uşaqları bağışlayır filan. Mən anayam da, uşaqdı, yoldan çıxıb. Gənclər idi. Səhvdir, eləyiblər. 6 gənc. Vay, vay. Öz onların 5-i idmançı idi. Onlar biliblər sırf sizin evinizdə olar. Əlbəttə, əlbəttə. Bu heç nədən Ha, heç nə başa olmur. düşdüm. Bunlar heç. Bu xırda detalları qoyuram bir kənara. Mənim ən böyük zinət əşyam, ən böyük xəzinəm sizsiz. Bəli. Bizim xüsusi sponsorumuz olan Soundrite haqqında danışmaq istəyərdim. Əziz sahibkarlar, əgər işlədiyiniz taksi parklardan narazısınızsa, biznesinizi risk altında hiss eləyirsinizsə və ya iş rejimi siqanə etmirsə, onda diqqətlə qulaq asın. Taksi sertifikatlı olan avtomobillərinizi gətirirsiniz bizim Soundrite şirkətinə. Soundrite şirkəti isə öz növbəsində sizə peşəkar və etibarlı sürücülər təyin eləyir. Biznesinizi rahat və sistemli idarə etmə planını təklif eləyir. Stabil və davamlı qazanc vəd edir və ən əsası Soundrite şirkəti öz sürücülərinə dəyər verir. Aktiv sürücülər isə 300 manatədək bonuslarla mükafatlandırılır. Təşəkkürlər Soundrite. Zümzümə rubrikamız var. Aha. Gənclər çıxır və hansısa müəyyən bir dənə mahnını zümzümə eləyir və biz tapmalıyıq. Nə yaxşı. Bəli, Siz bəli. tapmalısınız. Bəli, amma burada Mənim bizim- köməyim olmamalı. Siz də tapmalısınız. Aha. Biraz haqsızlıq olacaq. Siz tək, biz ikimiz. Zümzüməni tapandan sonra, əgər siz tapsanız birinci. Bizim cəzamız Stopunuz olacaq. var, stop. Ödəyəcəyik də mahnılarını. Orada cəzalar var. Gəlsin cəzalar. Yüngül Yaxından olsa da, amma sonra onun səsi sonradan çıxır. Bəli. Burada nədir? Burada nədir? Sirkədir, şirin nuggetsdir, toyuq. Duzlu Şirin tort, nugget. Bəli. duzlu tort Tuzlu tor. Bəli, çox duzludur. və püf, hələ bilmirəm nədir. Əcəb qonaqpərvərdir bunlar. Duzlu tort verirlər. Yəni, Çox qonaqpərvər. Bu bizim cəzalardır. Tapdım. Bu Kənanın bəstəsidir. Bəli. Kənan, normal. Ventilator yandırmamısan, Normal. Elə bir iki dənə div bir-birini qıdıqlayır. Hızlı gələn oxuyur. Kişi, qoca. Dedim bir Kənanın bəstəsi. Elə bir ilk insan səsi olur, bu lap birinci ilk insan. Mahnı var belə. Belə mahnı olur. Belə mahnı var. Bir dənə gedir, nə qarətdir bu? Danışıq elə. Bəli, xalq mahnısıdır, xalq. Xalq Xalq mahnısıdır. mahnısıdır. Bir dənə Xalqda belə şey olmuyor. Hansı xalqın mahnısıdır bu? Valla belə şey yox. Axır zəfə qulaq asırıq. Xahiş edirəm, ucadan. Otaqdan çıxmaq istəməyən böyük milçək. İlişib qalıb orada. Hərdən olur. Qoxuyub baxın. Göy milçək. Mən heç də başa düşmədim. Dayram, dayram, dayrayram. Milçək çoxalır, milçək çoxalır. Bir dəqiqə gözlə. İndi Yox, mənim zümzüm belədir, mən neyim? Hə, elədirsə, atam, sən təqdim eləmə də. Sən bugünkü müğənnilərə oxşayırsan, bəzi müğənnilərə. Cəzanı Canan ölsün. Buyurun, bəli. Orada Nasbaxan, bax nə üçün? Sirkə var. sirkə, Yağ toyuq suyla ya da ki qarışdırılmış toz. Nədir, maşın bu yağı. nədir? O da sirkə fason bir O da şeydir. sirkə. Acı zəhərdir. Sən də sirkə deyir. Qoyma səsini məhv eləsin o Əsl sirkə. sirkədir. Yo, nə, başqa. Verin ya. Qoy içsinə heç nə olmaz. Sonra oxuyaq şeir deyə Qoyma bilməz. səsi baxsın. Qoy deməsin də, canımız qutarar. Dinlər istəmişəm. Kənan, mən deyim, yalan deyil. Canım qardaşım, Canan, sən bunu eləməlisən. Bəli, Canan. Biraz ucadan. Ay da bilirəm mahnı. Biraz ucadan. Mahnı boşuydu.
Yoruldu Danış ya. gəlmədi nəsə. Day ray 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 rara. Day ray 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 rara. Başdan nəqarətin Bir də nəqarətin xahiş edirəm. Vəfadarım Bəli. Deyirəm, intizarım. İlk baharım. Sən kupleti biraz nəqarətlə qarışdırdın ona görə. Amma nəqarəti əla, çox qəşəng. Bilin. Sağ olun. Nasipəri xanım tapdı. Bəli, Əlxana İndi sizə halaldır. cəza nə hal Bəli, oldu? Əlxan çox ürəkli oğlandı. Əlxan da tapdı da, Əlxan da Şirədən Nasibə verir xanım tapdı. mənə. Əlxan buyur, cəzalar Nasipəri sənə. xanım seçsin cəzanı, mən eləyəcəm. Mən heç nədən qorxmuram. Yaxşı, bir dənə nagitsik. Şirin nagitsi. Oyda. Bilməm. Şirin nagitsi bir dənə. Ye. Ən az istədiyim Vay 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 bu idi hə? Can. Çox sağ ol. Aha. Əlxan almışdı. Şirin var. O, təsəvvür edirəm. Naxçıvan dağlarının suyundan hazırlanmış Aha. milli kolamız, bəli, Azərbaycanın kolası olan buz kolamız Hətta. buradadır. Hə. Bizim gözəl xanımlar buradadır. Alqışlarla buyurun. Azərbaycanda istehsallanır. Bəli, bəli, Azərbaycan. Bravo. Naxçıvandan gəlir. Naxçıvan dağlarının suyundan hazırlanır. Nə Milli gözəl. kolamız. Bizim də kolamız olsun da, milli kolamız olsun da. Əlbəttə, çox gözəl. Yəni öz kolamızı alaq çək. Gözəl. Təşəkkür edirik. Qızlar sağ olun. Nasipəri xanım, sizə və sizin sənətinizə böyük hörmətim var. Mən bilirəm ki, siz Aşıq Əhmədin ailəsində dünyaya göz açmısınız. Bəs nə əcəb, qadınların azlıq təşkil etdiyi aşıq sənətinə yönəlib Aşıq Əhmədin yolunu getməmisiniz? Mənim atam ustad aşıq idi. Mənim atamın xanəndələri belə var idi. Mənim atam yalnız aşıqlıq deyil. O musiqinin bütün o şaxələri ki var, qolları ki var, onların hər birini açıqlayırdı. Hansı janrı istəsəz, o ozan sənətinin içində onları tapa biləcəksiniz. Baxır sənin qabiliyyətin nədir? Mənim də qabiliyyətim estrada tərəfə yönəldi. Amma baxmayaraq ki, atam bütün muğamları bizə öyrədirdi. Atam bütün Azərbaycan xalq mahnılarını bizə öyrədirdi. Mən və bacım, mənim də şansıma, mənim də bəxtimə həm musiqi düşdü, həm aşıq mahnılarını ifa eləyirəm və aşıq mahnılarını elə ifa eləyirəm ki, yəni olduğu kimi. Aşıq sənəti mənim ailəmdə olduğu üçün mən çox əsəbləşirdim o aşıqlara ki, hardasa çayxanalarda, hardasa orada, burada o sazla ifa eləyib, hardasa evlərinə çörək pulu aparırdılar, düzdür. Amma aşıq sənətin partiturasını yazmaq, böyük bir orkestrda aranjman eləmək və xarici ölkələrdə ifa eləyib də afərin qazanmaq, mən düşünürəm ki, bu böyük bir iş oldu. Mikail Əzablı'nın Ağarmayla Ay saçlarım, o aşıq mahnısı Naxçıvanıdır. Onu biz Norvegiyada, Kirxada oxuyanda bütün insanlar təsirin yaşayırdılar. Bu qədər gözəl musiqimiz var, tarixi var bunun, muğamları var, sazı var. Əlbəttə. Yəni kökü çox dərindir və çox dərinliklərə gedir. Bəs nəyə görə bugünkü gündə musiqidə belə bayağılıq var? O bugünkü ifaçılara aiddir. Bugün musiqi heç də bayağı olmağa getməyib. Sadəcə olaraq bugün təsadüfi gələn müğənnilərin sayəsində bayağı mahnılar səslənir. Və daha geniş auditoriyaya çatır və sürətli baş verir. Bilirsinizmi bunun səbəbi nədir? Bax, auditoriya deyəndə ki, insanlar, xalq, bizim sənət adamlarının hansı musiqini təqdim ediriksə, onu qəbul edirlər. Bizlər elə eləməliyik ki, nə televiziyada, nə radioda, nə ümumiyyətlə heç bir yerdə o bayağı mahnılar səslənməz. Yayılmasın, bəli. Bugün maşallah baş alıb gedir. Qabağını da almaq Mən olur. yenə inanıram ki, Azərbaycan xalqı çox gözəl musiqi Duyumu var. duyumu var. Bəli. Musiqiyə olan hissiyatları var. Musiqini sevənlər var. Və mən inanıram ki, bu süzgəcdir. Bir müddət bu süzgəcdən süzüləcək. O bayağı mahnı ifa eləyənlər, musiqi deyib də özlərin reklam eləyənlər
bir müddət olacaq. Bəli. Bayağı musiqi təqdim edən o nə isə sənəti olmayan kimlərisə, Yəni də. biz efirlərə çıxsaq, biz o proqramlarda hər birimiz çıxışlarımızı eləsək, yeni mahnılarımızı təqdim eləsək, insanların sevdiyi mahnıları təqdim eləsək, onda bu verilişlər də aciz deməzdim. Yəni, məli boş qalmazdı da. Məcburiyyət qarşısında mən sizi başa düşürəm. Bizim gəlməməyimiz, sizin üçün vaxt tapmamağımız bizdədir günah. Mən bunu şəxsən deyirəm. Mən başqa proqramlara da demişəm. Çünki mən bütün verilişlərdə və mənim kimi sənət adamları, sənətkarlar, əsl musiqini insanlara, xalqa təqdim eləyənlər verilişlərə gəlsə, Bəli. onda O bayaqlar olmaz. boşluq olmaz və bayaqlar çox olmaz. Bəli. Alqışlayaq. Bravo. Sizdən xahiş eləsək, çox xahiş eləsək, bir belə qusaq, belə nəsə, nə olar Allahımdan, nəsə. Bu ömür yolunda üz-üzə gəldik. Zülmət bir gecədən gündüzə gəldik. Bu ömür yolunda üz-üzə gəldik. Zülmət bir gecədən gündüzə gəldik. Deyəsən sonunda biz gözə gəldik. Nə olar Allahım ayırma bizi. Nə olar ya Rəbbim ayırma bizi. Deyəsən axırda biz gözə gəldik. Nə olar Allahım ayırma bizi. Nə olar ya Rəbbim ayırma bizi. Nasper xanım, siz Canvu Şirin bizə gözəlliyin sirrini tam açmadınız. Amma mən istəyərdim ki, sizə sir olmayan bir şey haqqında danışam. Deyir, səhəri Özün ye. Gün ortanı böl, axşamı düşməninə ver. Və ən önəmlisi səhər yeməyidir. Səhər yeməyində isə ən önəmli qidalardan, məhsullardan nədir sizcə? Təbiidir, Əslində, o baxır ağaclar. insan orqanizminə. Zeytun səhər yeməyinin ayrılmaz bir parçası olub Bu və həmişə belə olub. Mənə həkim məsləhət vermişdi ki, ac qarnına mütləq səhərlər zeytun yağı iç. Mütləq. Xeyirlidir. Zeytun yağı ümumiyyətlə yalnız mədiyə deyil, bütün orqanizmi motoru işə salır da. Hə. Maşının motorun nə işə salır? Yağ. Bəli. Amma zeytun yağı insanın bütün orqanların saat kimi işlədir. bəli, və ona görə də bizim xüsusi sponsorumuz olan nə gözəl. Zira Olives-dən sizə zeytun səbəti var, gəlsin. Bəli. Gözəl. Bəh. Bütün çeşidlər buradadır. Bu Abşeron bağlarından, yerli zeytunlardan hazırlanan Bu zeytunun zeytun yağıdır, məhsullarıdır. eləmi? Yağıdır, turşusudur, zeytunun özüdür, mürəbbəsidir, Hətta hər şey sabunu var. belə Mən çox sevirəm zeytunun mürəbbəsini. Düzü çox vaxt olmur. Amma hara gedirəmsə tez soruşuram, zeytun mürəbbəsi var. Sizə nə vaxt lazım oldu? Bir kəlmə bizə Nasper deyirsiniz. xanım, Zira Olives-də hər şey var. Tam təbii və qatqısız, yerli. İnanın, mən sizlərə də məsləhət bilirəm ki, zeytunun mürəbbəsini dadın. Hər səhər. Çox dadlıdır. Hər kəsə məsləhət bilirəm. Zeytunun mürəbbəsi çox dadlıdır. Bir mənalı şəkildə. Hətta zeytunun sabunu da var ha. Onu yeməyin, amma O özünüz yeməyin. yeyə bilərsiniz. Əlbəttə dəriyə xeyirdir. Bir də yeyərsin. Bunu yeməyin. Səbəti zəhmət olmasa, Xahiş edirəm ora qoyun. Oğuram inaba saymışam. Hamısı Nasper xanımdır. şəklini də çəkmişik elişlərdə mən. Gedəndə Çox sağ olsun. Nə gözəl ki, özümüzdə, Azərbaycanda istehsal olunur. Təşəkkürlər Zira Olives. Hər birinizi salamlayıram. Ay, Nasper xanım, qeyd edim ki, sizi çox sevirəm. Canım mənim. Yaxşı ki, musiqimizdə sizin kimi sənətkarlar var olub, olacaq. Canımsız. Nasper Mən xanım, də sualım sizi belədir ki, xalq arasında Nasperinin kruqu deyilən bir yer var. Oranın adı nə ilə qoyublar ki? Kruk. Doğrudan.
O məncə harda yerləşir? Mən də eşitmişəm onu. Lökbatan tərəfdə deyəsən. Lökbatanda kruq var. O kruqda qoy hadisəni bu günə qədər deməmişəm, qoy deyim. Deməli o kruqun yeni hazır olub da təhvil verilən günü hardasa bir 2-3 gün qalmış. Mən böyük oğlum. Dünyasını dəyişmiş Əli balam. Mənim maşınıma oturub, hadisə necə, uşaqlardır, sən kimi dostları yığılıb başına. Nəysə, biraz sürəti möhkəm olub və girib o kruqa. Və onu mən, o kruqu əlbəttə ki, təzədən yeniləşdirdik, təmir elədik. Və o gündən də qaldı Nasbəri kruq. Aydındır, çox təşəkkür Bu edirəm. heç yerdə deyilmir bax. Heç yerdə deyilmir həqiqətən də. Bu sirri mən sizin üçün açdım. Hətta təcili yardım çağıranda deyirlər ünvanı deyin, deyir Nasbəri kruqunun yanı. Doğru, Yəni, maraqlıdır. Bunu mən eşidirdim, amma açıqlamasını doğrudan da bugün ilk dəfə də siz dediniz. Deyirəm, müğənnilər var ki, özü gedir birə-birə o kurqaz da girir ki, bəlkə adı qalsın. Xeyri yoxdur, o ilə deyil, bəli. Və bu gündən etibarən Nasbəri xanımın kuruğu Nicatdan Əlixandır. Bunu bilin. Çox sağ olun. Xanım, xoş gəlmisiniz. Salamlayıram hər birinizi. İlk öncə onu deyim ki, Hoş Nasbəri gördük. xanım, sizi, səsinizi, sənətinizi o qədər çox sevirəm Ay ki, can. hal-hazırda çox həyəcanlıyam, məni çox üzrlü sayarsınız. Var olasınız, var Mən olun. Dəmirova Röya, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 2-ci kurs tələbəsiyəm. Aa, nə gözəl. Xanəndəlik üzrə təhsil alıram. Ay maşallah. Və sualım budur ki, Aha. Nasbəri xanım, bir müsahibənizdə demisiniz ki, ailə qurduqdan sonra yoldaşım icazə verdi, sənətimə davam etdim. Hal-hazırda ölkəmizdə olan problemlərdən biri budur ki, xanımlar ailə qurduqdan sonra təkcə incəsənət sahəsində yox, istənilən peşədə karyeralarına davam edə bilmirlər. Siz buradan bu problemlərin yaranmasına səbəb olanlara nə deyə bilərsiniz? Problemi yaradanlar çox vaxtı valideynlər olur və indi mənim valideynim yox, qardaşım idi. Amma mən düşünürəm ki, bax elə bir söz deyəcəm. Yəni o vaxtı mənim qabağımı kəsən, mənim sənətimi qətiyyən ağzımı belə açmayıb oxumadığım hallarda mənim o qardaşım bugün özünü xoşbəxt hiss edir ki, onun bacısı Nasbəridir. Sözsüz ki, bugün gənclərimizə, xanımlarımıza, qızlarımıza icazə verməyən, onların sərbəstliyin alan, mən onlara bir kəlmə söz deyərəm, eləməyin. Eləməyin, eləməyin. İcazə verin, qızlarımız seçdiyi sənətin arxasınca ürəklə, sizlərin dəstəyi ilə valideynlər, sizlərin dəstəyi ilə karyeralarını qursunlar. Bir valideyn kimi, bir bacı kimi, bir dost kimi, bir xanım kimi, bir insan kimi, tim kimi istəyirlər qəbul eləsinlər. Çünki xanımların gələcəyi üçün, öz ayaqları üstündə sərbəst dayana biləcəkləri üçün bugün onların qarşısını kəsirlərsə, o xanımlar həyatı boyu acınacaqlı həyat yaşayırlar. Ailədə də, həyatda da, hər şeydə onlar əzab çəkirlər. Bax, xanımlarımızın bu əzab çəkməyinə yol verməsinlər. Bax, bunu deyərdim. Çox sağ olun, təşəkkür edirəm. Mən istərdim ki, sizə bir mahnı ifa edim. Sizin kimi sənətkarın qarşısında nə qədər yəni ifa edə bilərəm. Buyur, çox xoşdur. Diqqət, qulasa. Dağlarda maral gəzər, əl ayağında şəzər. Bu dağda ceyran gəzər, əl ayağında şəzər. Mən yaran eyləmişəm, yar məndən kənar gəzər. Mən yaran eyləmişəm,
Mən istəyirəm ki, bu məkana görə, bu gözəl atmosferə görə, bu gözəl təamlara görə Irish Pub Bay Hollywood-a öz təşəkkürümüzü bildirək ki, bizə bu cür şərait yaradırlar. Personal sağ olsun, var olun dostlar. Bəli, burada olmamışsınız bu restoranda. Yox, çox gözəldir. Hava havası da gözəldir. Bəli. Aurası da gözəldir. Qonaqları da gözəldir. Bir özünüzü alqışlayın. Mən alqışlayıram. Yaxınlarımızdan kimsə dünyasını dəyişdikdə biz sağ qalan sevdiklərimiz üçün yaşamağı bacarmalıyıq. Allah rəhmət eləsin, siz də oğlunuzu itirdikdən sonra geri qalan 2 övladınız üçün yaranıza köz basıb yaşadınız. Bu acını yaşayan insanlarımız çoxdur. Təbii ki, bunu demək başqa, amma yaşamaq tamam başqa bir şeydir. O faciədən sonra siz ayaqda qalmağı necə bacardınız? Bəlkə bu danışdıqlarınız həmən insanlar üçün ayaqda qalmaqda kömək olar. Mən heç vaxt demədim dərdim böyükdür. Mən dedim Allahım böyükdür. Mənim atamın, anamın 21 yaşında çox gözəl musiqiçi, tar ustası bir oğlun dünyasını dəyişdi. Faciəli, qəza ilə. Mənim atam aşıq olmadı, sənəti buraxdı. Anamda elə bir xəstəlik yarandı ki, qardaşımın heç ilin gözləmədi, anam dünyasını dəyişdi. Atam dünyasını dəyişdi. Bəzən mən onların qəbrinin üstünə gedib ziyarət eləyəndə deyirəm, baxın, görün mən necə güclüyəm. Güclü olmaq lazımdır. Bugün mənim Əkbər balam var. Əli balamın yadigarı olan Tamirlanım var. Mənim haqqım varmı onların qarşısında gücsüz olmağa? Onları buraxıb vaxtından qabaq getməyə. O dərdi mən bax bu ürəyimdə elə bir çəki ilə daşıyıram ki, onu heç kim daşıya bilməz. Heç bir yük maşını, heç bir təyyarə, heç bir kimsə, heç bir mənəm deyən güclü oğul onu daşıya bilməz. Amma mən onu daşıyıram. Mən sizi bir müğənni kimi tanıyırdımsa, bugün digər tərəfdən də tanıdım. Son cümlənizdə necə dediniz? Nə yük maşını, nə kimsə, kimlərsə onu daşıya bilmir, amma mən bunu daşımışam və mən başa düşdüm ki, çox böyük, ağır, çətin həyatınız olub, amma buna rəğmən siz bugün oturmuşsunuz burada, üzünüz gülür. Enerjiniz burada olan insanların enerjisindən qat-qat artıqdır və yəni içiniz ağlasa belə siz onu heç vaxt çölə ötürmürsünüz, bizi ötürmürsünüz. Kədərimi paylaşmıram mən. Mən sevincimi sizlərlə paylaşıram. İstəməzdim bunu təkrar olsun deyə bu sual vermək istəməzdim, amma mənə maraqlıdır. Bu hadisə necə baş vermişdi? Nə hissi Hadisə bayram günü, keçirmişdiniz? 22 mart. Novruz bayramı. Novruz bayramı. Oturduq, səhər getdi, maması üçün bazarlıq elədi, hər şey aldı, gətirdi. Süfrəni hazır elədim, qonaqlarımız var idi. Oturduq, hər şey çox gözəl. Hətta Moskvadan qonaqlarım var idi. Onlar gəlmişdi, Covid vaxtı idi deyə gedə bilmirdilər. Mənim evimdə qonaq oldular. Dedik, güldük, yedik, içdik. Aşı plovu yeyəndən sonra dedi, mədəmdə mama izoq əmələ gəldi. Və dedik, mən biraz uzanım, sənin qonaqlarım var. Dedim, gec uzanmama qurban. Getdi otaqda uzandı. Mədə üçün dərman var. Bir dənə ondan gətirdim, verdim ki, mama qurban keçər. Gördüm, atdım, mama su istəyirəm. Gəldim, su götürdüm. Sonra qardaşım Ağəli də bizdə idi, balaca qardaşım. Bacım Zeynəb bizdə idi. Demirəm, qonağımız. Sonra bacım girdi. Nə oldu sənə? Su istəyirəm. Elə su istəyirəm. Qonağımız həkimdir. Həkim yox, balnitsada işləyirdi, Moskvada medsestradır. O bildi ki... O girdi içəri, dedi ki, mənim xoşuma gəlmədi. Şimdi girdim, uşağın dodaqlar göyərib, gözünün altı belə göyərib. Düzü, tez zəng elədim həkimə. Həkim gələnə qədər o vaxtda Covid, çox çətinliklə, xəstəxanalar dolu, reanimasiya filan, hər yer bağlı. Danışdım həkimlə, dedi, Nasbər xanım, bir dənə açın telefonu, vəziyyətinə baxım. Baxan kimi dedi ki, ayağa qalxmasın, tərpənməsin. Dedim, doktor, belə ciddidir. Dedi ki, sadəcə olaraq, oturdum yanında, belə baxdım mənə, dedim, amma bilirsən, sən nə qədər sevənlər var, mənlə söhbət edir. Onun 2 dostu var idi. Onlar çox mənim musiqilərimi dinləyirdi. O uşaqlar da çox istəyirdi onu. Sən Allah, Azərgilin gözün yolda qoymaya, səhnəvi buraxma, heç vaxtı. Sonra getdim bacıma dedim ki, mənə Əli deyir ki, səhnəni buraxma, səni sevənlər var filan. Bacım gəldi, dedi, nə dəli-dəli danışırsan? Elə bir ki, çıxıb gedirsən, nə olub? Dedi, yox, mən mamaya bir dənə də istəyirəm söz deyim, xala. Bu çıxdı, bacım çıxdı, gəldi, dedi, götürdüm belə, aldım qocam. Dedim, mama qurban, dəlisən, bu nə söz deyirsən? Dedim, mama, haqqı mənə halal elə. Dedim, bu nə sözdür? Bir də onu dedi ki, mama, Tamirlandan mən ancaq sənə arxayınam.
Mənim Tamirlanımı, o uşaq qüsurlu uşaqdır. Tamirlan qüsurludur. Sənə tapşırıram Tamirlan. Vəssalam da biraz keçdi, nəysə. Həkim reanimasiyanı boşanmışdı, briqada göndərmişdi filan. Elə hamısı koridorda qaldı. Həkim gəldi, gəlməklə də çıxdı, heç nə də demədi. Briqada da getdi. Yəni belə. Allah qəni-qəni rəhmət eləsin. Allah bütün dünyasını dəyişənlər rəhmət eləsin. Amma istəməzdim bunları kədərləndirim sizləri, istəməzdim. Ondan sonra nələr baş verdi bir Allah bilir. Hətta özümə qəsd elədim, yenə Allah qoymadı, Allah qorudu. Səhnədən uzaqlaşmaq istədim. Yenə Allah göydə sizlərin sevgisi, təkidi. Nəysə, 6-cı ildir. Mən bu həyatı yaşayıram. Hər birimiz sizi sevirik. Nasbəri xanım, səmimi idi yoxsa yox? Səmimi idisə göy işarələri, qeyri-səmimi idisə qırmızı, hər şey bəllidir. Bəli. Canım. Nə də qırmızı yoxdur. Sağ ol. Vəssalam. Sağ olun. Başqa cür ola bilməz. Başqa cür ola bilməz. Mən elə bilirəm ailəmdə oturmuşam. Bəli. Mən elə bilirəm övladlarımla söhbət edirəm. Başqa cür ola bilməz. Nasbəri xanım, Canlarım. qara qutunu açmaq vaxtıdır. Açaq. Xahiş edirəm qara qutunu. Qara günlərdən çıxmışam. Qara qutu açılmaq. Həmişə ağ günlərdə olasınız. Deməli, bu qara qutuda nə var? Nə var? Bəli, bu kimin yadındadır? Şokolad qutusunu canlı çıxarmayacaq. Nostalji. Bəli, Nasbəri xanım. Bu qara qutudan ancaq belə şeylər çıxa bilər. Qara qutudan nasbəri çıxar. Nasbəri xanım, bir dənə də sual verim. Məni hamı bilir, hamı tanıyır ki, mən cəmaatın pullarını sayıram, hamı kim nə qədər qazanır, kim nə. Bu necə baş verir? Şokoladda bu ödəniş olub vəbşə. Ümumiyyətlə belə o vaxtı Ödəniş olmayıb, yox. Amma sonradan ki o korobkalar satıldı, bütün aləmə yayıldı, özlərində balaca bir nəsə yarandı. Və mənə təklif elədilər ki, ödəniş. Onu da dedim, mən o işçilərə halal edirəm. Bu hamının evində olub da, inanırsınız? Yəni hətta bu şokolata görə yox, regionlarımızda, şəklinə görə alıblar bunu. Və bir dənə nə yadımdadır mənim? Sizə bənzər bir xanım var idi. Onun da şəkili çıxmışdı şokoladda, o da Afət Fərman qızı idi. Afət xanım idi. Afət xanım sizə bənzirdi, hə? Mənə bənzirdi. Mən düşünürəm ki, olar da. Çünki Afət çox oxşuyurdu mənə. Amma Nasbəri xanım nə qədər pul qazanıb o şokoladdan mən bilmədim, narahatam. Səhərə kimi yatmayacam, mənə yox. Almamışam, inan ki, mən hədiyyə eləmişəm. Bəli. Nə edirik? Həmişə kimi hesabı, Nicat Rəhimov ödəyir, təbii ki. Bir dəfə də əlvi açıb və xahiş edirəm. Atıram da, həmin o sənin kartını mən doldururam da. Bizim baş sponsorumuz olan Unibankın posterimlalı gəldi. Mən baxmıram hesaba. Mən ürəkli olmam. Görürsünüz? Bir alqışlayın da məni. Olmaz. Hə. Hala xoşunuz. Səsə bax. Bək, sevirəm bu səsi. Sağ olun, var olun. Nasbəri xanım, var olun. Çox sağ olun ki, gəldiniz və növbəti həftə. Nə olacaq, onu demirəm. Növbəti həftə kim olacaq, necə olacaq, onu siz qərar verə bilərsiniz. Şərh bölməsində yazırsınız ki, filan qonağı çağırın, biz də baxaq və siz də burada qonaq ola bilərsiniz. Ona görə yazın, fikirlərinizi paylaşın. Sağ olun, hələlik. Görüşənərək. Heç kəsin çatmadığı yerə sözlər bitsin, nəfəs qalsın, qəlbim düşsün sükutun içinə. Apar məni sakitliyə, gecəylə gündüz birləşsin yenə.